qurban ibadətinə ət paylama ibadəti kimi və ya ayini kimi baxsaq, onun ruhunu öldürəcəyik. Qurbanı kəsməkdənsə pulunu kasıblara verək. Niyə həccə gedilir? Əgər bunları ağılla düşünəsi olsan, dini ortadan qaldırmış olur. Qurban qeyd etdiyiniz kimi təkcə ət yemək bir bayramı deyil və yaxud da insan özünü ətdən depolasın bu bayram deyil. O vaxta qədər insanlar insanı qurban edirdilər və bu çox iyrənc bir əməl idi. Biz elə etməməliyik ki, qurbanlığın mahiyyəti aradan getsin. Qurban ətlərini 3 gündən çox evdə tutmaq olmaz. Onu kasıba ət verib də ona bir minnət qoyan və yaxud da bunu sosial şəbəkələrdə paylaşan ki, mən nə qurban kəsdim, bu artıq işin içərisinə riya salar. Qurban ibadətində də könül birliyi, mənəvi birlik, eyni əti yemək, paylaşmaq toplumda birlik, vəhdət, qardaşlıq, həmrəylik ruhunu canlı tutur. İmam proqramının növbəti buraxılışı 28 may saat 19:30-da APA TV-nin efirində. Salam əziz tamaşaçılar. İmam verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Bugün qurban ibadətinin mənəvi və dini əhəmiyyəti haqqında danışacağıq. Mövzunu müzakirə etmək üçün verilişimizə qonaqlarımızı dəvət etmişik. Mən sizə qonaqlarımı təqdim edirəm. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat Məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov. Hacı Cavad Məscidinin imamı Ramil Aslanlı. Xoş gəlmişsiniz. Vüqar müəllim, biz bilirik ki, İslam təkcə din olmaqla kifayətlənməmiş, həm də özü ilə birlikdə mədəniyyət gətirmişdi. İslam mədəniyyəti hər şeydən qabaq dini mədəniyyətdir. Və bu mədəniyyətin özünə məxsus komponentləri, o cümlədən bayramları da olmuşdur. Biz bu günlərdə bu bayramlardan ikincisini, Qurban bayramını yaşayırıq. Sualım sizə belə olacaqdır. Qurban ibadətinin İslamdakı əsas hikməti nədən ibarətdir? Sizcə qurban kəsmə təkcə heyvan kəsməkdən ibarətdirmi? Yoxsa qurban ibadətinin daha ali, daha ülvü məzmunu da varmı? Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə hörmətli iman verilişinin izləyicilərini salamlayıram. Həqiqətən gözəl söylədiniz. Yəni qurban ibadəti İslamın iki böyük bayramının eyni zamanda ibadətindən biridir. Biri Ramazan, digəri də elə qurban ibadəti. Qurban ibadəti həqiqətən qurban deyək ki, məsələsi ta qədimdən mövcuddur. Çünki Həcc surəsinin ayələrində də biz hər ümmətə bir yəni ibadət, qurban ibadətini verdik deyə buyurulur. Ona görə də yəni qurban əsasən Allaha yaxın, qurban sözünün mənası da yaxınlaşmaq deməkdir. Yəni insanlar qurban edərək Allaha yaxınlaşırlar. Qurban ibadətinin hikmətinə gəldiyimiz zaman isə bildiyiniz kimi qurban ibadəti eyni zamanda həccin bir rüknüdür. Yəni hacılar Arafatda həccə getdiyiniz zaman da siz bu dünyadan həcc nəyi simvoldur? Yəni bu dünyadan ayrılmağın, axirətin simvoludur. Biz yəni ihramlarımızı geydiyimiz zaman onu və qurban həccin sonunda da qurban ibadəti var ki, qurbanı kəsərək biz Allaha şükr edirik ki, yenidən biz dünyaya qayıtdıq. Qurban ibadətinin əsas hikməti bunu deyirlər ki, bu Həcc surəsində Allah-u Teala saxxara, təsxir. Təsxir nə deməkdir? Bu Allah-u Teala bu yer üzərində bütün hər şeyi sizin əmrinizə verdim. Sizi də özümün əmrində istəyirəm buyurulur. Ona görə də biz Allaha şükr edirik ki, onun qulu olma nimətinə şükr edirik. Və qurbanda əsasən nə vardır? Qurbanda insanın dünyəvi arzularının, nəfsinin kəsilməsi vardır. Sadəcə orada heyvanı boğazlamaqdan söhbət getmir. Orada əsas söhbətlərdən birisi də insanın bu dünyadakı tamahının, insanın bu dünyadakı hərisliyinin, insanın bu dünyada olan ən böyük düşməninin nəfsinin,
cilovlanması. Yəni ki, bunu bildirir ki, Quranda çox gözəl bir ayələrdən birisi də lən yenəlallahu luhumuha və la dimauha velakin yenaluhu taqva minkum. O Həcc surəsində o qurbanların anlatdıqdan sonra ey insanlar, bilin ki, Allaha sizin kəsdiklərinizin qurbanların nə ətləri, nə qanları çatmaz. Sizin taqvanız, səmimiyyətiniz, təslimiyyətiniz, rizanız, yəni çatar. Ona görə də qurban ibadəti həqiqətən böyük bir ibadətdir. İnsanın öz üzərində dərin təfəkkür etmə ibadətidir. Yəni nəfsinin arzularını cilovlama ibadətidir. Axirəti Allaha verdiyi sözü unutmamadır ki, yəni sən bu dünyadan ayrılacaqsan və bu dünyadan ayrılarkən də bu dünyada sən müxtəlif deyək ki, mövqeylər əldə edirsən, təkəbbür əldə edirsən, maqam mövqe əldə edirsən. Amma həcdə nə olur? Həcdə hər kəsin sıfırlandığı yerdir. Yəni o ihram paltarlarını, ihramdan çıxdıqdan sonra qurbanı kəsərək çıxırsan. Yəni unutma, qurban bizə onu xatırladır ki, unutma, bax necə ki burada bərabərsən, yəni yenidən dünyaya qayıtdın. Yəni yenidən yəni mən buyam, mən oyam, mənim bu mövqeyim var. Yenidən Allahın huzuruna döndürüləcəksiniz və də o zaman da insan olduğunuzu unutmayın. Təşəkkür edirəm Vüqar müəllim. Dediklərinizi xülasə etsək, siz qeyd etdiniz ki, qurban adi ayin deyil, qurban ibadətdir, qurban şükürdür, qurban fədakarlıqdır, qurban Allahı yada salmaqdır, qurban peyğəmbərlərin və bu barədə əlbəttə ki, sualımız olacaq, əhvalatını, onların xatirəsini əziz tutmaqdır. Təşəkkür edirəm. Hacı, bugün sosial şəbəkələrdə hər dəfə Qurban Bayramı yaxınlaşdıqda belə bir iddialar, belə bir söz atmalar meydana çıxır ki, filan kəs qurban kəsmək əvəzinə geçsin onun pulunu kasıba versin. Niyə qurban kəsir ki? Niyə heyvanları bu qətli ama məruz qoyur ki? Biz belə fikirlərə tez-tez rast gəlirik. Əlbəttə ki, bu fikirlərin kökündə biz qərəz görürük. Bu fikirlərin kökündə biz İslama xoş olmayan münasibət görürük və daha çox bu cür fikirlər hər dəfə Qurban Bayramı yaxınlaşdıqda meydana çıxır. Sizin bu yanaşmaya münasibətiniz necədir? Bu cür fikirlər zahirdə ola bilər humanistcasına görsənsin. Amma əsl həqiqət baxdıqda siz qeyd etdiyiniz kimi bu fikirlərin arxasında müəyyən bir qərəz dayanır. Xüsusilə də bəzən görürsünüz, o heyvan hüquqlarını müdafiə edən müəyyən qurumlar belə fikirlər səsləndirməyə çalışırlar. Halbuki, məsələn, baxsan, əyinlərində heyvanların xəzindən ibarət dərilərdən geyimlər olar. Restoranlara getdikdən dadlı ətləri yeyərlər, amma anlamazlar ki, bunlar ilə kəsilmiş heyvanların dəriləri və ya ətləridir. Belə bir fikir əslində ki, qurbanın ətini kasıba versək daha yaxşı olar, daha faydalı olar, zahirən belə görsənə bilər. Amma bu fikir gətirib çıxara bilər ki, biz ibadətin özünü aradan apara bilərik. Ümumiyyətlə, İslamda ibadətlər bir fiziki vasitə ilə, yolla yerinə yetirən ibadətlərdir, namaz kimi. İkinci qism ibadətlər maddi vəsaitlə yerinə yetirilən ibadətlərdir, xumusdur, zəkatdır, sədəqə hökmləridir. Üçüncü qism ibadətlərdir ki, həm fiziki, həm də maddi baxımdan biz bu ibadəti yerinə yetiririk ki, həcc bunun ən bariz nümunəsidir. Burada həm maddi baxımından müəyyən xərclər sərf edirik, həm də fiziki baxımdan müəyyən güclü sərf edib bu ibadəti yerinə yetiririk. Yəni, İslamda fəqirlərə veriləcək yardımlar üçün xüsusi hökmlər ayrılmışdır. Xumusdur, zəkatdır, sədəqə mədəniyyəti var İslamda böyük, paylaşmaq var, əl tutmaq var. Əslində, Qurban Bayramı isə, qurban kəsmək isə Vüqar müəllimin qeyd etdiyi kimi özündə böyük bir dəyərlər əks etdirir ki, biz bu dəyərləri qarşı-qarşıya qoymamalıyıq. Fəqirə əl tutmaq gözəl bir əməldir. Amma qurban kəsmək də öz-özlüyündə gözəl bir əməldir, təslimiyyətin simvolizəsidir. Bunun söhbət əsnasında yəqin ki, qeyd olunacaq. Böyük bir hikmət dayanır bunun arxasında, böyük bir mənəviyyat dayanır, böyük bir məna, məzmun dayanır. Biz bu fikri irəli sürməklə bu ibadəti aradan aparmış olarıq. Ona görə də bu iki fikri gərək bir-birinə qarşı qoyulmamalıdır. Və qoyanlar da qeyd etdiyiniz kimi islamofoblar və ya müəyyən qərəzli insanlardır. Əlbəttə ki, doğru qeyd elədiniz, ibadətlərin forması var.
Bəli. Qurban kəsmə özü bir ibadətli konkret forması var. Kasıblara əl tutmağa gəlincə isə bu ümumi bir anlayışdır. Onun formalarından biri də elə qurban kəsmədir. Çünki İslam dinində qurban kəsmə ibadəti təkcə fərdin öz mənafeyinə yönəlmiş ibadət deyildir. Burada bizim Peyğəmbərimiz tövsiyə edir ki, qurbanı kəsdikdən sonra onun bir hissəsini özünüzə, bir hissəsinizi yaxın qohum əqrabanıza, digər hissəsini isə kasıblara ayırın. Və burada insan ancaq öz mənafeyinə əsas götürmür. Ümumiyyətlə, ibadətdə Allahın rizası əsas götürülür. Çünki Vüqar müəllim bayaq təqva sözündən istifadə elədi. Yəni, biz qurbanı kəsdikdə onun əti, qanı Allaha çatmaz. Allah belə şeylərlə maraqlanmaz. Biz qurbanı kəsməklə Allahın et dediyini yerinə yetirmiş oluruq. Üstəlik, bu qurban ibadəti fərdi ibadət deyildir. Bu, ictimai, sosial ibadətdir və kasıblar, qohum, əqrabalar da o qurbanın ətindən öz nəsiblərini alırlar. Həcc surəsi 37-ci ayədə də bayaq qeyd etdiyiniz kimi Allah Teala buyurur ki, kəsdiyiniz qurbanların bir qismini özünüz yeyin, bir qismini qanı olan, ehtiyac olub əl açmayan, utandığından əl açmayanlara verin, bir qismini də əl açıb istəyənlərə verir. Yəni, qurban qeyd etdiyiniz kimi təkcə ət yemək bir bayramı deyil və yaxud da insan özünü ətdən depolasın bu bayram deyil. Və əslində fəqir insanların, o insanlar ki, məsələn, aylarla ət qıla bilmirlər evlərinə, onlar üçün bir dəstəkdir, bir paylaşımdır. Hətta bəzi hədislərimizdə var ki, Əmir əl-Möminin Əli ibn Əbi Talib yalnız qurban bayramı günü ət yerdi, deyərdi, bilirəm ki, ümmətdə hər bir müsəlman fərd bugün ət yeyə bilir. Bəli, tamamilə doğrudur. Görünür, bu cür iddiaları Vüqar müəllim o ibadətin ruhunu görə bilməyib, onun formasına köklənənlər səsləndirirlər. İbadətin ruhunu başa düşmək lazımdır. İbadətin formasını əsas götürməmək. Yəni, ibadət buyruq deməkdir. Buyruqlar da yəni, tartışılmadan yerinə yetirilir. Bəli. Yoxsa o zaman dinin bir mənası da qalmaz. Din nə deməkdir? Qanun deməkdir, əmirlər deməkdir. Əmirlər də yerinə yetirilir. Əgər biz əmirlərə ağılla yanaşmış olsaq, onları niyə belə olur, niyə qurbanı kəsməkdənsə pulunu kasıblara verək, niyə həccə gedilir? Əgər bunları ağılla düşünəsi olsan, dini ortadan qaldırmış olur. Tamamilə doğru. Və mən yuaddim şairəllahi fə innəhə min təqval qulub. Çünki din simvollardan ibarətdir. Yəni, simvollar, məsələn, Safa Mərvə arasından qaçmaq birisinə görə bu qərib hərəkət gələ bilər. Amma bu bir simvoldur. Bayaq söyləndiyi kimi, biz orada Peyğəmbərin xanımının öz övladı üçün nələrə qatlandığını xatırlayırıq və dünyada da insanın öz evladına qarşı, öz yoldaşına qarşı müxtəlif dediyiniz kimi dəyərləri və bunu xaricdən baxan kimsə bunu anlamaya bilər. Amma dini bilən kimsə burada nələrin gizləndiyini və orada nə dəyərlər qazandığının fərqindədir. Safa Mərvə arasında qaçdığı zaman o duyğuları, ona görə də din simvollardan ibarətdir. Və onu nə deyir? وَمَنْ يُعَذِّمْ شَعَائِرَ اللّٰهِ Dinin simvollarını kim ucaldarsa, tartışmadan, fikirləşmədən yerinə yetirərsə, فَاِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ O qəlblərin təqvasıdır. Əsas imanın göstərisidir. Bəli. Bəli, Vüqar müəllim, həqiqətən də iman, din formadan ibarətdir, amma ruhu olan formadan ibarətdir. Və forma olmadan ruh olmaz, ruh olmadan formanın da əhəmiyyəti yoxdur. Vüqar müəllim, biz qurban haqqında danışarkən, əlbəttə ki, Qurani Kərimdə Həzrət İbrahimlə Həzrət İsmailin əhvalatını da xatırlayırıq. Həzrət İbrahimlə Həzrət İsmailin qurban kəsmə ilə əlaqəli əhvalatı bizə hansı mənəvi mesajlar ötürür? Bəli, yəni qurban deyəndə mütləq ağlımıza İbrahim və İsmail əleyhissalamın qarşılıqlı təslimiyyəti, rizası, təvəkkülü gəlir. Həqiqətən İbrahim Peyğəmbər haqqında Quran nə deyir? Kənə ümmətən qanitan, tək başına bir ümmət idi. Və İbrahim əlləzi vəffə
Yəni vəfakar İbrahim. Allah Teala İbrahimdən çox bəhs edir, İbrahim peyğəmbərdən. Hətta adında da surə var bildiyiniz kimi. Çünki o tövhidin simvoludur. Yəni tövhidi bizə necə başa şey olur? Yəni bütlərin qırılması, sonra ateşə atılırkən Allaha göstərdiyi sadəcə Allaha təvəkkül etməsi, onun üçün sərinlik olması və çox maraqlıdır ki, İbrahim əleyhissalamın evladı olmur. 70 yaşından sonra Allah Teala ona evlad verir və də Allah Teala'nın burada müxtəlif Allah Teala'nın sevgisini bir peyğəmbərlər çox çətin imtahan olur. Yəni sevgidə bölünmə olmazı göstərmək üçün, yəni İbrahim əleyhissalam biraz övladına sevgidən meyl etdi deyək və yaxud da və də imtahan olundu deyək. Övladından, canından imtahan olundu, malından imtahan olundu. İndi də övladından ki, görək İbrahim və yuxuda görür ki, İbrahim peyğəmbərlərin yuxuları da bilirsiniz ki, vəhidir. Öz övladını boğazlayır və çox gözəl diyaloq var Quran-ı Kərimdə. Deyir ki, İnni ərə, ya buneyyə, inni ərə fil mənəmi, ənni əzbəvhukə, fənzur məzə tərə. Ey övladım, mən yuxuda səni boğazlayarkən görürəm, qurban edərkən görürəm. Sənin bu haqda fikrin nədir? Bax, burada bir ata övladı. Ya əbəti fəal mə tu'mər. Ey ata, əmr olunduğunu yerinə yetir. Sətəciduni inşallah minəsab, məni səbr edənlərə. Fələmmə bələğə ma'uz sa'yə. Uşağın da ən çox sevildiyi vaxt atası ilə bərabər qaçarkən. Orada deyir ki, atası ilə qaçma yaşına gələndə o yaşda Allah əmrliyir ki, görək İbrahim sözünü yerinə yetirə biləcəkmi? Yəni ona evlad sevgisi qalib gələcəkmi, yoxsa Allahın buyruğu mu qalib gələcəkmi? Yəni təslimiyyətdən şey olur və İbrahim bu imtahanı da bacarır, övladını və o zaman da Allah tərəfindən nida gəlir ki, ya İbrahim, qad saddaqta rüya, sən rüyanı doğruladın. Və vədəynəhu bi zibhin azim. Biz ona böyük bir qurbanlıq verdik. Zəbəxə, zibhin azim və bu xatirə biz onu xatırlayırıq ki, yəni orada şeytanlar məsələsi var. İbrahim peyğəmbərə şeytan gəlir ki, belə Rəbbim olmur ki, öz evladını sənə kəsdirir. Şeytanı daşlayır. Bax, simvollardan bayaq da danışırdı. İnsanlara qərib gələr ki, oradakı daşır, daşlayırlar. Bu nə deməkdir? Ondan sonra da görür ki, oradan bir fayda gəlmədi, gedir evlada ki, bax, belə ata olarmışsa, övladını seyirləyir. O da onu daşlayır və burada biz nə? Nəfsimizə yenilməmək. Hər zaman belə dünyəvi, bax, bunlar dünyanı simvoludur ki, dünyada sizi çox yoldan çıxaran olacaqdır. Bunlar, yəni, deyək ki, müxtəlif şəkillərdə maqam, mövqi, haramlar, nə bilim, başqa şeylər olacaqdır. Siz onların hamısını daşlamağı bacarasınız, İbrahim kimi, İsmail kimi. Təşəkkür edirəm Vüqar müəllim. Həqiqətən də Həzrət İbrahimlə Həzrət İsmailin əhvalatında və bugün biz qurban kəsərkən onların əhvalatını xatırlayırıq və onların xatirəsini əziz tuturuq. Və belə bir maraqlı izah oxumuşdum. Deyir ki, o vaxta qədər insanlar insanı qurban edirdilər və bu çox iyrənc bir əməl idi. Həzrəti İbrahimin timsalında Allah bəşəriyyətə insan kəsməyin nə qədər iyrənc olduğunu göstərdi. Və əlbəttə ki, o sənin övladındır. Sən Allahın dediyinə uyaraq onu kəsməlisən. Amma bir ata olaraq sənin qəlbin ağrıyır. Ona görə bir ata olaraq onunla danışırsan, oğlum, nə deyirsən? Sənin buna dair fikrin nədir? Və əslində Allah İsmailin İbrahim tərəfindən kəsilməsini istəmirdi. Əksinə, insan kəsməyin nə qədər iyrənc olduğunu bu əhvalatla o bütün bəşəriyyətə göstərmiş oldu. Və beləliklə, məhz Həzrət İbrahimdən sonra Allah adına insan kəsmək kimi bir xurafat, bir
adət, yanlış adət aradan qalxmış oldu. Dediyiniz kimi o qurban kəsmə ehtiyacını da müxtəlif qəbilələrdə insanı qurban edirlər. O insandan heyvana yönləndirdi. Allah Taala ki, və o insanın o ehtiyacı, qan görmə, qan kəsmə, şeyləmə ehtiyacını da qurbanla getdirsin. Qurbanla. Ramil müəllim, qurban kəsimi zamanı dini qaydalarla yanaşı, gigiyena və ictimai məsuliyyət məsələləri nə üçün bu qədər vacibdir? Əlbəttə, biz qurbanı kəsərkən dinin göstərdiyi qaydalarla kəsirik. Din konkret qaydalar göstərmişdi. Eyni zamanda böyük şəhərlərdə, xüsusən məsələn Bakımızda biz müəyyən gigiyena və ictimai məsuliyyət qaydalarına da əməl etməliyik. Bu nə üçün lazımdır? Əvvəla bunu qeyd eləyək ki, İslam dini ibadətlərin, mərasimlərin yerinə yetirilməsinə önəm verdiyi kimi onun yerinə yetirilmə üslubuna da önəm verir. Və dinimizdə gigiyena məsələləri, təmizlik və paklıq məsələləri çox önəmli məsələlərdən. Hətta məşhur bir hədis Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən nəql olunur. Ən-nəzəfətu minəl iman, təmizlik imandandır. Və yaxud da ət-tuhur şatrul iman, paklıq imanın yarısıdır. Və bu ibadəti, mərasimi yerinə yetirərkən, istər qurban olsun, istər digər ibadətlər yerinə yetirilsin, ətraf mühitə mənfi təsir etməmək, ətraf mühiti çirkləndirməmək, gigiyenik qaydalara riayət etmək, qurban kəsən insanların peşəkar və işini bacaran insanlar olması, bu məsələlərə dinimiz çox böyük bir önəm verir. Hətta məsələn dinimiz bizə deyir ki, bıçağı belə heyvanın qarşısında itiləməklə, heyvan görməsin bu aləti, bir heyvanı digər heyvanın yanında kəsməklə. Yəni bütün bunlar hamısı onu göstərir ki, din əslində dinimiz həddən artıq humanist bir dindir və bütün incəliklərə diqqət yetiribdir. Elə bir incəlik qalmayıb ki, orada diqqət yetirilməsin. Düzdür, bəzən biz müəyyən hallarda insanların səhvi ucbatından, qurban kəsilən yerlərdə müəyyən tullantıların düzgün toplanılmaması, antisanitariya hadisələrlə rastlaşırıq. Amma burada insanlara tövsiyə olunan budur və dinin də tələbi budur ki, müəyyən qurumların təyin etdiyi yerlərdə qurbanlar kəsilsin, gigiyenik qaydalara riayət olunsun, təmizliyə riayət olsun. Çünki bu eyni zamanda dinimizin də bir məsuliyyətidir. Biz elə etməməliyik ki, qurbanlığın mahiyyəti aradan getsin. Yəni formanı belə düzgün şəkildə yerinə yetirməli. Çünki bu qurbanlıq, Vüqar müəllim qeyd etdiyi kimi özündə böyük bir mənəvi dəyərlər, bir təslimiyyət əks etdirir. Məsələn, Vüqar müəllim İbrahim Peyğəmbər və İsmail Peyğəmbərin əhvalatından danışdı. İstər-istəməz çox təsirli bir əhvalatdır. Ümumiyyətlə, Qurani-Kərimin qissələri, Qurani-Kərimdə qeyd olunan əhvalatlar, bunlar sadəcə bir tarixi məlumat üçün deyil. Bunların içərisində çox böyük bir dəyərlər dayanır. Ki, qoca bir bağban təsəvvür edin ki, səhrada bir ağac əkib. Başqa bir ağac yoxdur. İndi bugün ona əmr olunmuş ki, ged o ağacı kökündən çıxart. Bu bir sınaq üçün əmr olunmuş. Təbii ki, Allahın elmi əzəlisində bəlli idi ki, İsmail Peyğəmbər kəsilməyəcəkdi. Bu qoca bağban Allahın əmrində heç bir tərəddüd etmədən o ağaca yaxınlaşıb onu kəsmək istəyir. Hər ikisinin imtihanı idi ki, İbrahim Peyğəmbər Allah yolunda ən əziz bir şeyini qurban verməyə hazırdır. İsmail Peyğəmbər də göstərdi ki, Allah yolunda candan şirin bir şey yoxdur, canı da qurban verməyə hazırdır. Yəni biz bu mahiyyəti itirməməliyik. Qurbanın mahiyyəti itməməsi üçün onu gərək doğru düzgün şəkildə yerinə yetirək ki, sabahda kimlərsə, qərəzli insanlar bu hadisələrdən istifadə edib bunu dinimizin əleyhinə çevirməsinlər. Hacı, çox yaxşı məsələyə diqqəti çəkdiniz. Dediniz ki, ibadət nə qədər mühümdürsə, ibadəti yerinə yetirmə üslubu da bir o qədər mühümdür. Biz elə etməliyik ki, Vüqar müəllim, ibadət kənardan cəlbedici görünsün, gözəl görünsün. İbadət insanlarda özünə qarşı hüsnü rəğbət oyatsın. İnsanlarda kirası yaratmasın, narahat etməsin. Hətta özür istəyirəm, namaz belə deyir, namaz vacib bir əməl, dinin sütunudur. Namaz qılanda məsələn, hər yerdə namaz qıla bilməz insan. İnsanların gəlib getdiyi yol, əgər onlara mane olursan, sən orada namaz qılarsan, bu yerdə namaz qılmaq belə tamamilə şəri baxımından. Ona görə də qurban kəsərkən insanlarda narahatçılıq yaranmasına, xüsusilə də o antisanitariya hallarının baş verməsinə yol verilməzdir. Din buna bir mənalı şəkildə icazə vermir. Vüqar müəllim, siz bayaq qurban kəsmənin müxtəlif tərəflərindən danışdınız. Qurbanın şükür olduğu, qurbanın ibadət olduğu, qurbanın fədakarlıq olduğu haqqında danışdınız. Əlbəttə ki,
qurban ibadətinin bütün ibadət formalarında olduğu kimi onun ictimai sosial tərəfi də vardır. Bəli. Sizcə qurban bayramı və qurban kəsmə ənənəsi müsəlman cəmiyyətlərində birlik və bölüşmə ruhunu, təcrübəsini necə gücləndirir? Çox gözəl, çox gözəl. Siz əslində hər ikiniz bunu verilişin başında da söylədiniz ki, ayədə at'imul qaniyə vəl mu'tər. Yəni həm istəyə bilən, həm istəyə bilməyənlərə yedirin. Hətta bəisəl fəqir ki, bəis də aciz deməkdir. Yəni ona görə də qurban ibadətində bunu söyləmək lazımdır ki, qurban ibadətində təzim önəmlidir. Heyvanın ən gözəlini seçəcəksiniz və qabaqcadan gedib alacaqsınız və onu ən gözəl şəkildə bəzəyəcəksiniz. Ən kökünü, ən toxunu, bildiyiniz kimi Peyğəmbərimiz ətinə dolu əmləhayn deyə keçir. Hədislərdə qurban etmişdir, ətinə dolu. Birini öz ailəsi üçün, birini də ümməti üçün qurban etmişdir. Və ən gözəl şəkildə heyvana əziyyət etmədən kəsdikdən sonra söylədiniz ki, qurban, yəni İsmail qurbanı olaraq xalq arasında bilinir. Həcdə buna hədi qurbanı deyirlər. Orada keçənlər üçün. Bunu 3 qismə ayırmaq sünnəyə uyğundur, yəni Peyğəmbərin metoduna. Yəni öz ailənlə bayram edəcəksən, yaxın qohum əqrabanla bayram edəcəksən və o fəqirləri tapacaqsan. Hətta Peyğəmbərimizdən belə bir hədis rəvayət olunmuşdur ki, qurban ətlərini 3 gündən çox evdə tutmaq olmaz deyə. Bunun da səbəbi nə idi? Fəqirlərə paylasınlar deyə. Sonradan bu hədis qaldırılır ki, ya Rasulallah, biz daha çox tuta bilərikmi? Deyir ki, niyə görə, nə səbəb var ki, tutmamağımız üçün? Deyirlər, axı, siz keçən il belə söyləyim, deyir, keçən illərim mübarəklər, fəqirlər gözünüzün içinə baxarkən siz həm bunu yeyəcəkdiniz, həm də saxlayacaqdınızmı? Demək ki, burada əsas məqsədlərdən biri ictimai bütünləşmədir. Fəqirləri tapmadır, yetimləri tapmadır. Hər kəsin dediyi, söyləndiyi kimi ət yeməsini təmin etmədir və toplum arasındakı gərginliyin azalmasıdır. Yəni bildiyiniz kimi, yəni insanlar bir-birlərinə, yəni fəqirlər zənginlərdə qarşı bir, deyək ki, içlərində bəlli hisslər toplaya bilərlər. Zənginlər onlara bunu verdiyi zaman o ortalıqdan qalxar. Ona görə də ictimai bütünləşmə, yardımlaşma, bir-birini ziyarət etmə, yəni könülləri alma, kiçik uşaqlara hədiyyələr vermə, məsəl üçün, şokolad kimi, yəni konfet kimi şeylər bayramda onları sevindirmək, gözəl yeni paltarlar geymək, məsələn, qurban günlərində Peyğəmbərimizin ən çox diqqət etdiyi xüsusu idi. Hətta Peyğəmbərimiz musallaya getdiyi zaman musalladan dönərkən eyni yoldan dönməzdi. Fərqli yoldan dönərdi ki, nə qədər çox insanla yəni qurban bayramını, qurban haqqında bayramlaşsın. Ona görə də yəni qurban ibadəti həqiqi mənada həm deyək ki, ölkədə birliyi təmin edir, həm də ümumi olaraq müsəlmanlar arasında da birliyi təmin edir. Görürsən ki, ölkələr arasında da ət paylaşımı, göndərməklər olur və həqiqətən bir dirilik, bir canlılıq və də insanların eyni şeyləri yeməsi, bərabər yeməsi könül birliyini də, mənəvi birliyi də meydana gətirir. Ona görə də Peyğəmbərimiz hər zaman bərabər yeməyi, yemək yedirməyi böyük bir ibadət olaraq deyir. Yemək yedirmək. Bəli, ya eyyuhənnəs, at'imut ta'am, və silul arham, və sallu billeyli və nəsü niyam, tədxulul cənnətə bisəlam. Ey insanlar, yəni yaxın qohum əqrabanı ziyarət edin, insanlara yeməklər yedirin və heç kim gecə namaz qılın və beləliklə də cənnətə daxil olun. Və bilirsiniz, hər ibadətin kəffarəsində də 10 fəqiri yemək yedirmə, 60 fəqiri yemək yedirmə, o qədər yemək yedirmə ilə əlaqəli hədislər, kəffarələr var ki, demək ki, bunun nə qədər böyük bir ibadət, nə qədər Allah qatında dəyərli bir ibadət olduğu görülür və qurban ibadətində də könül birliyi, mənəvi birlik, eyni əti yemək, paylaşmaq
toplumda birlik, vəhdət, Həmrəylik. qardaşlıq, həmrəylik ruhunu canlı tutur. Təşəkkür edirəm Vüqar müəllim. Həqiqətən də siz ictimai bütünləşmədən danışdınız. Qurban ətinin paylanması qardaşlıq borcunun yerinə yetirilməsi deməkdir. Daha sonra siz yaxşı ifadədən istifadə etdiniz. Yetimi tapmağı bacarmaq, kasıbı tapmağı bacarmaq və əgər bir müsəlman qurban ibadətini ancaq fərdi ibadət halına gətirərsə, əlbəttə ki, o qurban ibadətindəki bütün hikmətləri dərk edə, yaxud onları yaşaya bilməz. İnsanlar bölüşməklə qardaşlıq borcunu yerinə yetirirlər və beləliklə cəmiyyətdə ictimai bütünləşmə və həmrəylik baş verir. Hacı, bugün bir çox insan qurbanın ətini paylasa da, bəzən bayramın mənəvi tərəfini kifayət qədər yaşamırlar. Yəni, sanki qurban kəsmə və ya qurban bayramına ət kəsimi bayramı kimi, yaxud ət paylama bayramı kimi yanaşa bilirlər. Əlbəttə ki, mən hamıdan danışmıram, bəzi insanlardan danışıram. Sizcə, qurban ətini payladığı halda bayramın mənəvi tərəfini dərk etməməyin hansı səbəbi vardır? Bunun kökündə nə yatır? Təəssüflər olsun ki, müasir dövrün insanları daha çox göstəriyə, daha çox maddi məsələlərə önəm verirlər. Biz bir istehlak cəmiyyətində yaşayırıq. İstehlak düşüncəsi bütün insanlara hakim olubdur. Bir forma var, bir məzmun var. Bayaq dediyimiz kimi. İstənilən ibadətin yalnız forması yerinə yetirilərsə, o mahiyyətini itirəcəkdir. İbadət məzmunsuz qeyd etdiyiniz kimi sizdə də ruhsuz bir bədən kimidir. Qurbanı da yalnız əgər biz elə heyvan kəsmək, müəyyən şəkillər çəkdik, o şəkilləri paylaşmaq, ət paylamaq, bunu ilə kifayətlənəriksə, biz qurbanın o mənəviyyatından, qurbanın məzmunundan, içərisindəki ruhundan nəsilimizi almamış olarıq. Bəli. Bu əslində yəni zahirlə kifayətlənmək yetməz. Bunun üçün öncə gərək ruhanilərin öhdəsinə də böyük bir məsuliyyət düşür ki, insanlara bu günlər ərzində qurbanlığın mənəvi cəhətlərini, mənəvi tərəflərini aşılamaq lazımdır. Məscidlərdə, xütbələrində və yaxud hər hansı bir verilişlərdə ki, insanlar qurbanlığın təkcə ət yemək bir festivalından ibarət olmadığını bilsinlər. Bilsinlər ki, bu təkcə bundan ibarət deyil. Bəli. Ət yemə bir festivalı deyil bu. Burada məqsəd bayaq Vüqar müəllimin dediyi kimi ictimai bir bütünləşmədir, həmrəylikdir, burada bir-birinə dəstək olmaqdır. Burada insan anlamalıdır ki, Allahın ona verdiyi ruzilərə şükür etməlidir. İkincisi, anlamalıyıq ki, bu ruzilər ki, bizə verilib, bunlar bizim üzərimizdə əmanətdir. Biz bir qurban payını aparıb hansısa bir kasıba veririksə, bu minnət deyil, bu bir məsuliyyət. Allahın bizə verdiyi ruzilər, Allahın bizə verdiyi bu müəyyən maddi imkanlar Allahın bizə verdiyi bir əmanətlərdir. Və biz məsuliyyət daşıyırıq ətrafımızda imkansız, maddi imkanları az olan insanlara. Onlara dəstək göstərməliyik. Qurban kəsən insan, ümumiyyətlə İslamda ibadətləri yerinə yetirən bir insan, onun məzmununu da yaşayarsın. Məsələn, deyək ki, qurban kəsməkdə məzmun nədir? İnsanın nəfsani istəklərini, egosunu Allah yolunda kəsmək mahiyyətdə bu dayanır. İnsan egosunu Allah yolunda qurban verə bilsin. Bunu kasıba ət verib də ona bir minnət qoyan və yaxud da bunu sosial şəbəkələrdə paylaşan ki, mən nə qurban kəsdim, bu artıq işin içərisinə riya salar. İnsanın etdiyi əmələ xələl gətirir. Bu insanı get-gedə yalnız zahirlə kifayətlənmək, zahirpərəst olmaq və nəticədə qurbanın həqiqi mahiyyətindən uzaq düşməyə gətirib çıxaracaq ki, qurban həqiqi mahiyyəti insanın Allahdan savayı bütün bağlılıqlardan qurtulma bilmə gücünü əldə etməsidir ki, dünya bağlılığı olsun, hər hansı bir bağlılığı olsun ki, Allah ali dəyərlər, kamilliklər yolunda sənə mane olan bütün bu bağlılıqlardan qurtula bilirsən sən. Bəli. Mahiyyət budur, məqsəd budur. Bəli. Təşəkkür edirəm, Hacı. Bəli, siz doğru olaraq qeyd etdiniz ki, biz ancaq qurban ibadətinə ət paylama ibadəti kimi və ya ayini kimi baxsaq, onun ruhunu öldürəcəyik. Və siz doğru olaraq qeyd etdiniz ki, qurban təkcə bir qurbanlıq heyvanı kəsmək deyildir. Qurban nəfsin istəklərindən imtinadır, bir növ fədakarlıqdır. Vüqar müəllim, bəzən maddi imkanı zəif olan insanlar qurban kəsə bilmədikləri üçün özlərini bir növ müqəssir hesab edirlər. Əlbəttə ki,
televiziyalarımızda, sosial şəbəkələrdə maarifləndirmə işi aparılır. Yenə də görürsən ki, elə insan var ki, o maddi imkanı yetmir, qurban kəsə bilmir, bir növ özünü Allah qarşısında müqəssir hesab edir. Qurbanı kimlər kəsməlidir? Və ümumiyyətlə bu cür insanlar özlərini müqəssir hesab etməsinlər deyə biz hansı maarifləndirmə işlərini aparmalıyıq? Bəli, yəni qurban ibadətinin həm Quran-ı Kərimdə, həm Peyğəmbərimizin hədislərində biz görürük ki, yəni bu gün ən savablı iş Allah yolunda qurban qanı axıtmaqdır buyurur Peyğəmbərimiz. Ona görə də Peyğəmbərimizin və Quran-ı Kərimin ayələrinin güclü təşviqləri ilə biz görürük ki, qurban ibadəti nə qədər önəmli bir ibadətdir. Bəli. Və orada qurbanı kəsərkən hiss etdiyin duyğular da önəmlidir. Bunu bilmək lazımdır ki, qurbanı kimlər kəsər? Qurbanı maddi imkanı yerində olanlar kəsər. Yəni buna dini terminologiyada nisab miqdarı əlavə mala malik olan, bu da təxminən 12-15 min kənarda əlavə pulu olan, yəni dolanışığından, buna 80-90 qram qızıl deyirik, olan kimsələrin kəsməsi lazım gəlir. Amma bundan aşağı olan insanlar, əgər məsəl üçün dolanışığı yerindədir, maaşı yerindədir, kəsmək istəsə kəsə bilərmi? Kəsə bilər. Yəni buna bir mane yoxdur. Yəni adam aylığı yetərlidir, günün qazancı yerindədir. Məsələn, qurban ibadətindən yararlanmaq istəyir. Əgər bu onu məsəl üçün digər aylarda çətinliyə salmırsa, ki, mən bu ayın sonunu gətirə bilməyəcəyim kimi təşvişə səbəb olmursa, bu adam da qurban kəsə bilər. Yəni nisab miqdarına çatmasa belə, əgər istəsə, bu ibadətdən istifadə edə bilər. Amma əsas kəsməsi lazım olanlar bilmək lazımdır ki, nisab miqdarı olan kəslərdir. Fəqirlərə gəldiyimiz zaman isə, yəni fəqirlər heç də üzüntüyə qərq olmasınlar ki, biz bu ibadətdən məhrum qaldıq. Çünki innəməl əməli bir niyyət. Əməllər niyyətlərə görədir. Sən yəni qurban kəsmək istədiyin halda kəsə bilmirsənsə, Allah-u Teala yəni bunu ürəkdən, sidq ürəkdən, şiddətli arzu ilə istədiyin halda Allah-u Teala o qurban kəsmə savabını sənə verir. Təşəkkür edirəm, Hacı. Hər birinizə Vüqar müəllim təşəkkür edirəm. Gəldiniz, fikirlərinizi bizimlə bölüşdünüz. Mən hər birinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Əziz tamaşaçılar, qurban sevgidir. Kəsdiyimiz qurbanlıq heyvanların ətini kasıblara, yoxsullara, qohumlara paylamaqla onların sevgisini qazanırıq. Qurban şükürdür. Biz Allaha onun verdiyi nemətlərə görə qurban kəsməklə şükür edirik. Qurban təsdiqdir. Biz imanımızı, müsəlman olmağımızı Qurban bayramı gəldikdə qurban kəsməklə təsdiqləyirik. Qurban fədakarlıqdır. Allah yolunda onun üçün nə qədər fədakar ola biləcəyimizi qurban ibadətini yerinə yetirməklə göstərmiş oluruq. Qurban həmrəylikdir, qurban birlikdir. Çünki bu ibadətdə təkcə bir ailə, bir nəfər iştirak etmir. Qonşular iştirak edir, qohumlar iştirak edir, eyni məhəllədə yaşayanlar iştirak edir, yaxın və uzaq əqraba iştirak edir. Beləliklə ictimai bütünləşmə baş verir. Bir sözlə, qurbanlıq həm fərdin özünə, həm də cəmiyyətin özünə yönəlmiş bir ibadətdir. Allaha əmanət olun. Sağ olun.